İndi isə işığın interferensiyası, interferensiyanın tətbiqləri testlərinə baxırıq. Birinci sualda deyir ki, interferensiya mənzərəsində minimumluq şərti hansıdır? Deməli, minimumluq şərtini bilirik ki, delta D yarım dalğa uzunluğunun təkmisinə bərabərdir, 1-ə Y uyğundur. Üçüncü sual, koherent dalğalar adlanır. Nədir koherent dalğalar? Koherent dalğalar dalğa uzunluğu eyni, fazalar fərqi sabit qalan dalğalara deyilir. 3-ə uyğun olacaq C. Beşinci sual, yollar fərqi 0,75 lambda qədər dəyişən zaman fəzanın interferensiya mənzərəsində maksimum və minimum müşahidə olunan nöqtələrdə işığın intensivliyi necə dəyişər? Biz demişdik ki, deməli, lambda tək misli və cüt mislindən başqa, məsələn 1 lambda, 2 lambda, 3 lambda, bu misillərdən başqa bütün halların hamısında interferensiya mənzərəsində maksimum nöqtələrdə işığın intensivliyi azalacaq, minimum nöqtələrdə artacaq. 5-ci A bəndi olacaq. 7-ci sual, fəzanın verilmiş nöqtəsindən çatan iki koherent dalğanın yollar fərqi yarım dalğa uzunluğunun cüt mislinə bərabərdir. Cüt misli deyirsə maksimumluq şərtidir. Maksimumluq şərtdə isə demək, dalğaların amplitudları toplanmalıdır. İndi sual nədir? Hər dalğada rəqslərin amplitudu A0 olarsa, bu nöqtədə yekun amplitud soruşur. A0, A0, 2A0, B bəndi olacaq. 9. Rəqslərin amplitudu A olan iki koherent mənbədə fəzanın verilmiş nöqtəsinə gələn dalğaların fazalar fərqi 6pi olarsa, bu nöqtədə yekun rəqslərin amplitudu nəyə bərabər olacaq? Biz demişdik ki, cüt misli burada fazalar fərqi delta fi, biz demişdik ki, pi'nin cüt mislidirsə, demək, onda maksimumluq olacaq. Və burada da ona görə maksimumluq götürəcəyik. Hərəsi A-dırsa, yenə də 2A olacaq, 9 olacaq C. Sonra 11. Deyir, müxtəlif mənbələrdən gələn koherent dalğaların yollar fərqi, fazalar fərqi verilmiş fazalar fərqinin delta fi'nin verilmiş qiymətlərindən hansılardır? Bu nöqtədə dalğaların interferensiya maksimum şərti olacaq. Demişdik ki, 5 dalğa uzunluğunun 5 misli olanda maksimumlu yox, minimumlu olur. Bu minimumluğuydu. Tam misli olanda, yəni 2-də tamdır 1 lambda. Tam misli olanda isə maksimumlu olurdu. Deməli 2-ni seçirik. Sonra 2 lambda da tam misildir, yəni 13-ü də seçirik. Ondan sonra faza fərqində isə deyirdik ki, cüt misli 0,5 pi'ni seçmirik. Demək, tək mislini seçmirik, pi'ni seçmirik, cüt mislini seçirik, yalnız 2 pi. Doğru variant olacaq 1, 2, 3 və 6. Sonra 13-cü sualda deyir ki, rəqslərin amplitudu A olan iki koherent mənbədən fəzanın verilmiş nöqtəsinə gələn dalğaların fazalar fərqi 7 pi'dir. 7 pi tək ədəddir. Yəni, ona görə də rəqslərin amplitudu, yekun amplitud A çıxılsın A, hərəsi A verdiyinə görə ki, koherent dalğadan söhbət gedir. Cavab olacaq 0.